Hamıya salam. Bugünkü video mənim bir maarifləndirici bir video formatı olacaqdır. Bir məsələyə toxunmaq istəyirəm, bir ciddi məsələyə toxunmaq istəyərdim. Gündəmimizdə olan deməli bu sosial şəbəkələr və internet vasitəsindən özlərini prosedur mütəxəssisləri kimi təqdim edən şəxslər ortaya peyda olub və insanlar çox vaxtı çaşqınlıq qalır ki, həqiqətən də reallıqda bu insan öz işinin peşəkarıdır, yoxsa yox. Yəni bu halda biz nə etməliyik və hansı məqamlara diqqət etməliyik? Bu barədə mən sizə qısa olsa da çalışıb sizə bir məlumat verəcəm. Deməli, əgər müalicə təyinatı varsa, siz hansısa bir prosedura sizə yazıblarsa, siz hansısa bir mütəxəssisi seçmək qərarına gəlmişsinizsə, burada bəzi məqamlara diqqət edirik. Burada nədir? Hər hansısa bir şəxslə kontakta girəndə, özünü bir peşəkar kimi təqdim edən insanın yanına gedəndə, birinci növbədə əlbəttə ki, bu insanın bu sahədə bilgisi olmağı, yəni rəsmi şəkildə ya tibbi təhsili, orta ixtisas olsa da, ya kollec tibbi təhsili olmağı vacibdir və aparası bütün prosedurları, yəni hər hansısa bir proseduru aparsa o sahədə onun bilgisi və belə deyək, təhsili olmalıdır. Bu da ən azından diplomlar və sertifikasiyadan keçmiş bir şəxs olmalıdır. Yəni burada mən söhbət edirəm müalicə profilaktikasında tətbiq olunan ən çox fizioterapi prosedurlardan. Burada masajlar da gedər, burada manual terapiya da ola bilər və ən incələrindən biri də əlbəttə ki, hicam proseduru. Bunları mütləq şəkildə siz maraqlanmalısınız və sizin haqqınızda siz bu barədə məlumatınız olmalıdır. İkincisi də ki, proseduru aparılan məkan əlbəttə ki, dəqiq olmalıdır. Yəni, orada hansısa bir bilinməz, tanınmaz yerdə, haradasa antisanitar vəziyyətdə bu proseslər heç birisi aparıla bilməz. Prosedur gərək steril vəziyyətdə aparılmalıdır, otağın sterilliyi vacibdir. Yəni, burada özünü, belə deyək, bir fizioterapist mi deyim, bir peşəkar bir mütəxəssis kimi özünü təqdim edən insanın birinci növbədə geyim forması da vacibdir, steril olmalıdır, özünün tibbi bir geyim formatında olmalıdır. Burada mütləq şəkildədir ki, əlcəklər olmalıdır, əldə üzdə maska olmalıdır və baş örtüyü vacibdir. Baş örtükləri bəzən istisna hal olmaqla saçı tükazı olan adamlar üçün o qədər də vacib deyil, amma kimin ki fərq etməz, qadın və ya kişi proseduru aparırsa, saçları varsa mütləq şəkildə saç örtüyü olmalıdır və bütün lavazımatlar hansı ki prosedurda istifadə olunur, bunlar hamısı bir dəfəlik olmalıdır. Bu məqamlara diqqət etmək lazımdır. Əgər siz getmişsinizsə və görmüşsünüzsə ki, proseduru aparan şəxs bunların heç birisinə riayət eləmirsə, əgər əlində əlcək yoxdursa, üzündə maska yoxdursa, baş örtüyü yoxdursa, geyim formatı, tip formatına uyğun deyilsə, hansısa ev paltarı ilə iş görürsə, yeri o qədər də belə deyək, steril deyilsə, yəni antisanitar vəziyyət qəti şəkildə prosedurlara, belə yerlərə getməyin. Yəni bu insanın da belə deyək, necə deyərlər, prosedurundan istifadə etməyin, əl işindən istifadə etməyin, çox diqqətli olun. Mütləq şəkildə belə şeylərə diqqət etmək lazımdır. Sizə tövsiyəm olacaqdır ki, mütəxəssis seçimində bu məqamlara, dediyim məqamlara diqqət edəsiniz, ciddi araşdırmalar aparmalısınız və çox ehtiyatlı və diqqətli olmanız vacibdir. Çünki burada ilk öncə siz öz sağlamlığınızı həvalə etdiyiniz adamınızı bilməlisiniz. Sağlam olun, diqqətli olun, stressdən, həyəcandan uzaq olun.